bu gün də itham eləmək bərabərdir 1 milyon Peyğəmbər, Siddiq və şəhidlik qəza vermək. Həzrət İmam Sadiq əleyhissalamdan rivayətdir ki, Həzrət buyurur ki, hər kəs Qədir bayramında itham eləsə, qəza versə, elə bil ki, bir quruhu qəza veribdir. Elə bil ki, bir quruhu qəza verib, elə bil ki, bir quruhu qəza verib, Həzrətdən ta 10 dəfəyə incə Həzrət saydı, işarə elədi. Həzrətdən soruşdular ki, quruh nə qədərdir? Həzrət buyurdu ki, hər quruh 100.000 nəfərdir. Qədir bayramında hər kəs bir nəfərə qəza verə, itham eləyə, iftarı verə, elə bil ki, 1 milyon dənə Peyğəmbər, Siddiq ki, onların yap rəsində Əymi Ətral əleyhissalam və 1 milyon dənə şəhid ki, onların rəsində Həzrət Əbəlfəz əleyhissalam və şühədai Kərbəla elə bil itham eləyir Allah yolunda. Həzrət buyuruyor ki, hər kəs Qədir bayramında bir dirhəm infaq eləyə, elə bil ki, 1 milyon dirhəm o birisi günlər Həzrətdən hala rivayətdir ki, hər kəs Qədir bayramında oruç tuta, hər kəs Qədir bayramında oruç tuta, 60 il kəffarə günahlar. Nəticə olaraq o şəxsi ki, bir quruh mərdumu itham eləyər. Mən zamin olayam o şəxsi ki, bu işi görə küfrdən və fəqrdən, yəni bu şəxs fəqir olmaz və kafir olmaz, dinindən dönməz. Əmir əleyhissalam, İmam Məsum buyuruyor, bugün hər kəs Eid-i Qədir bayramında bir nəfər itham elədi, bəli, elə bir 1 milyon dənə Peyğəmbər, Siddiq və şəhidi itham eləyir. Elhamdülillahillezî cealena mutemessikin bi velayeti Emirel Müminin ve A'immetil Masumin aleyhisselam.